Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Xoş gördük hamınızı. Bugün İlaxır çərşənbədir. Novruzun İlaxır çərşənbəsi xalqımızın qədim adət ənənəsi olan bir gündəmdə Torpaq çərşənbəsidir. Bu münasibətlə dəyərli xalqımızı ürəkdən təbrik edirik. Bayramınız mübarək. Bayram. Arzu niyyətləriniz cin olsun. Tutduğunuz bütün arzular yerinə yetsin. Bayramınız mübarək olsun bir daha və istərdik ki, elə bu bayram ab-havasında pozitiv notlar üstündə danışaq. Ümumiyyətlə bu Novruz bayramı və İlaxır çərşənbəsinin həm Sovet dövründə, həm qədimdən nə cür keçirilməyi və ildən ilə ümumiyyətlə bu adət-ənənələrin hansı formada davam elətdirilməsi bu gün necədir? İstəyərdik bu mövzuda danışaq. Amma yəqin ki, sizin yaşınız imkan verir Sovet dövrünü daha çox görməyə. Ona görə istəyərdim elə Sovet dövründən biraz siz danışaq. Sovet dövründə Novruz bayramı necə qeyd olunurdu? Novruz bayramı çox gözəl qeyd olunurdu. Novruz bayramı Azərbaycan xalqının çox qədim bayramıdır. Min illiklərə söykənən bir bayram, ənənələr özündə daşıyan bir bayramdır. Azərbaycan xalqının milli identikliyini göstərən detallardan biridir. Ona görə də mən hesab edirəm ki, bu bayramın qeyd olunması hər bir ailə üçün ən gözəl bir bayram, bir həyat dirçəlişini göstərən bir bayramdır. Azərbaycanda həmişə bu bayram çox gözəl qeyd olunur. Çox belə yaxşı. İnsanlar heç yeni ildəki o hissləri keçirməyiblər. Məsələn, Novruz bayramında. Yeni il sonradan gəlmək də. Bəli, insanlar Novruz həyatın dirilişidir, torpağın dirilişidir. İnsanların da arzuların, ümidlərin dirilişidir. Qədimlərdən gələn bir bayramın izlərində Azərbaycan xalqının həm əmək təcrübəsi, yəni insanların buradakı yaşamı, buradakı təsərrüfat həyatına kimi və o miflərinə kimi, mifologiyasına kimi özündə daşıyan bir bayramdır. Bu baxımdan Sovet dövründə düzdür, əvvəllər bu bayram qadağan olunmuşdu Sovetin 50-ci illərinə qədər, 60-cı illərinə qədər. Bu bayram qadağan olunmasının səbəbləri məlumdur ki, bunlar hesab edirlər ki, xalqın milli özünə dərkinə kömək edən bir bayramdır. Nə ilə buna gəlirlər? Bu bayram ümumiyyətlə 60-50-ci illərə qədər Sovet İttifaqında qeyd olunmuyor rəsmi. Yəni ümumiyyətlə keçirilməsinə imkan vermirdilər. Xruşov, Sovet hökumətinin başçısı Xruşov Hindistana səfər edərkən Hindistanın baş naziri Cəvahirlər Nehru təsadüfən soruşur ki, SSR-in müsəlman respublikalarında Novruz qeyd olunurmu? Bu barədə hörmətli professorumuz Solmaz xanımın, Turhidənin böyük bir araşdırması var. Orada Xruşov bir cavab verə və Özbəkistanın vaxtki rəhbəri Şərəf Rəşidovdan soruşur ki, bu nə məsələ, bu bayram? Sonra qaydandan sonra məsələ müzakirə olunur və çox maraqlıdır ki, bu bayramın keçirilməsinə Orta Asiyadan başlanılır artıq keçirməyə başlayırlar. Sonra bayram getdikcə Azərbaycana bəs bayram necə gəlib çıxıb? Çox maraqlıdır ki, Azərbaycanda bu bayramı keçirməyə qorxurdular. Nəyə görə qorxurdular? Çünki Azərbaycanın o vaxtki rəhbərliyi, 50-60-cı illərdəki rəhbərliyi bu millətçilik hisslərinə görə Sovet rəhbərliyi tərəfindən dəfələrlə cəzalandırılmışdılar. İstər Vəli Axundov, istər ondan İmam Mustafayev, Mirzə İbrahimin Azərbaycan dili məsələsi tərəfində olan böyük bir dənə haykü. Ona görə Azərbaycan rəhbərliyi biraz ehtiyatla yanaşır məsələyə, amma çox maraqlıdır ki, bu işin başlanmasına Cənubi Azərbaycandan, o vaxt İrandan gələn Demokrat Partiyasının üzvləri, onların ailələri ki, hansı ki, Pişəvəri hərəkatından sonra gəlmişdilər. Orada böyük rol, onlara icazə verilmişdi ki, bu bayramı keçirilirdi, çünki orada İranda keçirilirdi. Bu 67-ci ildə də Mərkəzi Komitənin iclasında Vəli Axundov və digərləri artıq bayramın keçirilməsinə bağlı qərar verirlər. Böyük bir coşqu ilə Azərbaycanda Novruz bayramı başlanır və o mərhələ keçirilir. Biz müstəqilliyin ilk illərində, həm də bu müharibə dövründə biraz o çətin illər idi. Həmin illərdə biraz ümumiyyətlə bu bayramın qeyd edilməyə falan, yəni şəhidlər gəlirdi. 1-2 il ərzində sanki bir durğunluq oldu, amma mən xatırlayıram 90 və müharibədən sonraki illərdə, yəni nə qədər ölkədə vəziyyət çətin olsaydı belə, cəmaət bayramı qeyd edirdi və mənim yadıma düşür, biz uşaqdıq, Kosa Keçəl kimi düşürdük, yaşayırdıq, yataqxanada yaşayırdıq. Məsələn, düşürük bir qapılara, orada davam elətdirirdik, payı. Yəni, insanların deyim ki, böyük bir şey, məhdud imkanlarla, amma bir istərində bir sevinç var idi, bir qaynaşma var idi, bir-birinə getmək vardı, gəlmək vardı. Amma ildən ilə hiss edirsinizsə, xüsusən də
2000-ci illərdən sonra. Yəni yavaş-yavaş elə bir sönükləşmə gedir. Bu gün yəni bilmirəm də məsələn əvvəl televiziya ekranlarında da bu bayram konsertləri də fərqli olurdu. Son zamanlar ümumiyyətlə bilmirəm də yəni nə dərəcədə bəlkə o aktyor pokoleniyası, yəni aktyorlar gedibdi, yoxdular. Bu aktyor məsələsi deyil o. Nə məsələdir belə? İstəyirəm bundan bir aydınlıq gətirək. Novruz yəni bayramı yəni prinsipcə qeyd olunur. Yəni Sovet vaxtında da böyük dəmdəşkarlar baxmayaraq Sovet İttifaqında Sovet vaxtı bu rəsmi bayram deyildi. Sadəcə insanlar özləri qeyd edirdilər. Amma Azərbaycanda bu rəsmi bayram sayılır, Novruz bayramı. Bu ola bilsin ki, şəhər mühiti ilə Bakının özündəki və yaxud da rayonlarla müqayisədə bayramın cazibəsi və əhatəsi özünü göstərə bilmir. Çünki bu elə bir bayramdır ki, rayonda əgər keçirirsənsə, bu istər-istəməz bütün qohumlu, əqrəba, bütün hamının içində olursa və bir-birlərinin evinə getmək, bayramlaşmaq bir ənənədir bayram üçün. Bir-birlərinin qapına gedirdilər, gəlirdilər, bir-birlərini axtarırdılar qohumlar. Ola bilsin ki, Bakıda bu biraz əlçatmazdır ki, məsələn, durub şəhərin başına bayramlaşmağa getmək. Kənddə asandır bu. O qapıdan bu qapıya getmək, qonşuya, qohuma. Bir odur. Sən də ki, son zamanlar ümumiyyətlə bu ənənəvi bayramlarda bir qloballaşmanın təsiri özünü göstərdi. İnsanlar informasiya texnologiyalarını deyim və bir başqa məsələlərlə bağlı təkcə bu deyil, bir sıra məsələlər arxa plana keçməyə başlayıb. İnsanlar biz praqmatik oldular, və romantikliyi itiriblər. Biraz hesab edirlər ki, bayramdır da, bayramı başqa vaxtda keçirə bilərik. Tələsirlər biraz. O baxımdan siz deyən mənzərə bəlkə ona görə yaranır. Ola bilər. Hər halda yenə də yəni Novruz bayramı xalqımızın qədim adət-ənənəsidir və mən tamaşaçılarımızı bir daha bayram münasibəti ilə təbrik edirəm. Arzulayıram ki, bu ilaxır çərşənbə, bu Novruz bayramı hər bir ailəyə sevinc gətirsin. Azərbaycan xalqını təbrik edir. Novruz bayramında inşallah ki, bu il sülh əldə olunsun, əmin-amanlıq olsun. Azərbaycan xalqı bir daha müharibələr görməsin. Azərbaycan xalqı yaxşı yaşamağa, firavan yaşamağa, gözəl yaşamağa layiq bir xalqdır. Və hesab edirəm ki, biz hamımızın ən gözəl arzularımız bu il bu torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bütün bunların bu böyük tarixi, möhtəşəm bir hadisənin Novruz dualarında öz əksi olsun. Bundan sonraki dövranımız daha gözəl olsun, daha yaxşı olsun və bizdəki ən böyük təbriklərimiz, ən gözəl sözlərimiz olsun bir-birimizə. Bayramımız mübarək. Bayramınız mübarək.